Dünya müharibəsi barədə yazılmış bu mahnının qeyri-adi tarixçəsi. Rejissor Leonid Lukov 1943-cü ildə müharibə barədə iki döyüşçü filmini Daşkənddə çəkirdi. Filmdəki bir səhnədə əsgər səngərdə oturub evinə məktub yazır. Amma necə çəksələr də səhnə heç cür təsirli alınmırdı. Rejissorun ağlına ideya gəlir ki, səhnədə mahnı olmalıdır və o dərhal bəstəkar Nikita Bogaslovskiyə bu barədə xəbər verir. Səhnəni beynində quran Bogaslovski melodiya yazır. Daha sonra rejissorla bəstəkar gedirlər şair Vladimir Agatovun evinə və ondan bu mahnıya sözləri yazmağı xahiş edirlər. Nəticə o qədər gözəl alınır ki, onlar elə gecə ilə aktyor və müğənni Mark Bernesi yuxudan oyadırlar. Növbəti gün bu mahnı yazılır, çəkilişlər isə bir gün sonra dayandığı yerdən davam edir və bu mahnının adı Темная ночь idi. Темная ночь, только пули свистят по степи. Digər mahnıların tarixçəsi üçün isə səhifəmə abunə olmaq mümkündür.